Evin təxminən bir bəlkə də yarım milyon qiyməti var. Amma bu bastığım məsəl üçün pol bu mənim deyil. Məsələn mən buna biraz bərk bassam, 5-ci mərtəbədəyim də mən 4-cü mərtəbədə olan ya komendantı yığacaq, ya da ki gələcək qapıya ki yavaş gəz. Bu tavan məsəl üçün mənim deyil. Mən biraz bərkdən mahnı qoysam, yuxarıdakı qışqıracaq, mahnının səsini azalt. İstəsəm ki çıxım balkona, burada bir kebab çəkim. Fövqəladə gələcək yanğın söndürənlə. Ya da ki belə bir mayka ilə çıxsam ora, qonşu zəng eləyəcək ki, bu nədir, bu mayka ilə balkona çıxır. Amma yarım milyon qiyməti var ha buranın. Görəsən bizi belə üst-üstə yaşamağa nə məcbur eləyir? Nə məcbur eləyir də bu bina evində bizi yaşamağa? Sən özümə də soruşuram, mən Qəbələliyəm. Orada qəşəng evim, eşiyim. Mən burada nə işim var? İsti hava, 40 dərəcə. Bir şey ki, siz də rast gəlmiş olarsınız. Hamamın şey var, trapı var ha. Oranın suyunu biraz 2 gün aşmasan, məsələn 2 gün evdə qalma, qayıt gəl evə, görürsən üfunət iyi gəlir, kanalizasiyadan üfunət iyi gəlir. Suyu açırsan sonra biraz iyi yox olur da. Bilirsən niyə? Məndən yuxarıda 15 mərtəbədə, 17 mərtəbədə, məndən yuxarıda 9 dənə də mənzillər var. Onların hamısının gəlir, hamısı kanalizasiyadan keçir, gedir daha yəni. Onu iyi, yəni orası su buraxmıyor da onu iyi gəlir. Ya bizi nə məcbur edir görəsən? Gəlib bax burada yaşamağa. Çox maraqlıdır. Hayf dolu adam bir dənə həyət evi ola. Qəşəng səliqəli. Nə bilim, özünə rahat. Manqalın, samavarın, həyətdə oturmağa yerin. Məsələn, kondisioner işlətməsin, mümkün deyil. Hava almaq olmur. Məsələn, Bakıda sizcə, Bakıda həyət evi alsaz, ha tərəfdən alarsınız? Məsələn, mən bildiyim, xoşladığım yerlər var. Məsələn, biri Teymur Əliyevdir. Düzdür, orada torpaq olub 300 min sotu. Amma mən xoşlayıram oranı. Teymur Əliyev. Başqa Bakıda harda var? Hardan ev almaq olar həyət evi? Sizcə? Mənə maraqlıdır. Yorumlarda bir dənə yazın zəhmət olmasa.